Tarix fənnindən imtahana ən çox düşən mövzulardan ilk 11 mövzunu ayrı-ayrılıqda qeyd eləmişdik. Digər mövzular isə Azərbaycanın erkən feodal dövlətləri, ola bilər ki, orta əsrlərdən Qaraqoyunlu, Ağqoyunlu dövləti, 19-cu əsrin islahatları mütləq formada bilmək lazımdır. 1840-1870-ci il islahatlarını, bundan əlavə Cənubi Azərbaycan mövzularından mütləq sual düşəcək. Ümumilikdə Azərbaycan mədəniyyətindən mütləq sual düşəcək və müasir dövrün Azərbaycanın xronologiyasından. Ümumi tarixdən isə orta əsrlər dövrünün İngiltərə, Fransa, Almaniya kimi ölkələrdən sual düşə bilər və yaxud dövlətlərarası münasibətlərdən həm 1-ci Dünya müharibəsindən, həm 2-ci Dünya müharibəsindən əvvəlki dövrdə və eyni zamanda soyuq müharibə dövründən mütləq formada suallar düşür.